Bibi Şətitə adlı bir xanım var, çox hörmətli bir, izzətli bir xanım olub. Onun məqbərəsi var. Cəmaət ziyarətinə gedir Neşaburda. Neşaburdan xumusları yığırdılar, İmam Musa Kazımın yanına aparırdılar. Gəldilər bunun yanına, bunda bir dirhəm xumsu var idi, bir dənə də parçası. O xumusları yığıb aparan şəxs dedi, ayıbdır, mən utanıram bu bir dirhəmlə, bu parçanı necə imamın yanına aparım, nə deyim ona? Bir Şətitə bu ayəni oxudu. İnnəllah la yəstəhi minəl haqq. Allah haqdan utanmır. Bu ayəni oxudu. Dedi, sən bunu apar, İmam Musa Kazıma təhvil ver ki, mənim tərəfimdən. O dövrdə də, yəni bilirsiniz ya yox, Əbtahiyyə adlı bir təriqət olub tarixdə. İndi yoxdur, o itib batıb gediblər. İmam Sadiqin bir oğlu vardı, Əbdullah, bu da imamət arzusuna, eşqinə düşmüşdü. Əbtəh deyildilər, Əbdullah Əbtəh. O dövrdə müsəlmanları, şiələri tərəddüdə salmışdılar. Bu da dünya əhli idi. Şan şöhrətə görə bu iddianı elədi. Burada bilindi ki, əsl mömin şiə kimdir? İxlasın burada təsiri var. Bu şəxs xumusları yığdı, gətirdi İmam Musa Kazımın yanına. Ağa bütün xumusları qaytardı, bir dənə Bibi Şətitənin o bir dirhəmini və parçasını aldı. Bu baxdı ki, bu nədir? Özdə deyir, bu xumusu imama verəndə filan kəs bu qədər verir, bəsmən kəs bu qədər verir. İmam deyir, soruşurdu ki, Bibi Şətitə nə verib, onu ver mənə. Onları qaytardı ona, sualların cavablarını yazmışdı, möhürləmiş, dedi, açarsınız orada, baxarsınız. İmamətlə bağlı ki, sizdə şübhələr yaranıb. Gələ bu 40 dirhəmi verərsən Bibi Şətitəyə, bu parçanı da ona verərsən, deyərsən ki, 19 gündən sonra dünyasını dəyişəcək. Və bu pulun 16 dirhəmini xərcləsin öz tələbatı üçün, 24-ünü də saxlasın kəfəni üçün, mən gəlib namazını qılacaqam. Dirhəm göndərmişdi. Bu şəxs qayıtdı, gəldi, gördü ki, o xumus verənlər hamısı azıblar, Bibi Şətitədən başqa. Hamısı imamətdən azıb gediblər. Çox verdim, çox iş gördümlə deyil.